Xoş gördük əziz şagirdlər. FM Akademiyinin tarix müəllimi Faiq Hüseynov. Bu gün sizə izah edəcəyim mövzu Səfəvilər dövləti 16-cı əsrdə. Mənbə isə birinci hissə 2025-ci ildir. Xatırlatma edim ki, bizim izahlarla bağlı rəy bölümündə təkliflərinizi də qeyd edə bilərsiniz. Bu mövzunun test izahına əlavə mövzu izahında sizlər üçün video dərs formasında yerləşdirəcəyik YouTube kanalımızda. Birinci sualdan başlayalım. Birinci sual. 16-cı əsrdə Azərbaycanda verilməyə başlanmış şərti torpaq mülkiyyəti adlanır. Bu tiyullu 16-cı əsrdə Azərbaycanda şərt müqabilində verilməyə başlanmış tiyullu. İlk da 7-ci əsrdən 15-ci əsrə qədərdir. İncu Hülakilər dövründədir. İlk də Azərbaycana ərəblər dövründə gətirilib. Yadda saxlayın. İncu isə Hülakilər dövründədir. Hökmdar ailəsinə məxsus torpaqlara deyilirdi. Vəqif dini idarələrə məxsusidir. Ərəblər dövründən tətbiq olunur. Satıla bilməzdi, amma icarəyə verilə bilərdi. Sorqal şərt müqabilində verilmişdi, amma 15-ci əsrdə, yəni Baharlı Bayandırlı dövründə. Cavab C bəndədir. Səfəvilər dövlətinin ilk dövründə dövlətdə ikinci şəxs ilk dövrlərdə vəkil idi, sonra isə sədrəzəm olmuşdu. Səfəvilər dövlətində mülki işlərə rəhbərlik edən və maliyyə məsələləri ilə məşğul olan şəxs vəzirdir. Sədr dini idarələrə rəhbərlik edən şəxs idi, olmaz. Darğa şəhərdə asayişi qoruyan şəxsdir. Qorçubaşı xüsusi hərbi dəstəyə rəhbərlik edən şəxsdir. Naib isə mahalları idarə edir. Ona görə cavab elə deyiləndir. Növbəti sualımız Şah İsmailin fəaliyyətinə aiddir. Bizim bu suallar tez-tez rastlaşacağıq. Yəni İsmailin şah dövrü var, şeyx dövrü. Şah dövrü 1501-dən 24-ə kimi əhatə edir. Gəlin baxalım. Çıldır döyüşü 1578. Bu zaman hakimiyyətdə Məhəmməd Xudabəndədir. Olmaz. Əbhər sülhü bu Bayandırlı dövlətində olub 1500-cü ildə. Bu zaman Şah İsmailin fəaliyyəti dövrünə aid deyil. Çünki o zaman şeyx idi. Şərur döyüşü bu zaman şeyx kimi Səfəvi ordusuna başçılıq edirdi. Bu döyüşdən sonra Təbrizə daxil olub taxta çıxır. Debəndə olmaz. Ağqoyun dövlətinin ikinci qolunun sübutu 1530-cu il. 1503. Cavab E bəndidir burada. Şirvanşahlar dövlətinin Səfəvilər bəylərbəyliğinə çevrilməsi. Şirvanşahlar dövlətinin Səfəvilər bəylərbəyliğinə çevrilməsi 1538 Şah Təhmasibin dövründədir. Şah İsmailin fəaliyyəti illərinə aiddir. Yəni bilirsiniz 1501-dən 24-ə kimi. Venesiya ilə hərbi ittifaqı haqqında müqavilə bu Bayandırlı dövlətinə aiddir 1472. Trabzon imperiyasının varlığına 1461. Cabanın döyüşü 1500, bu zaman şah deyil. Mərv döyüşüdür 1510-cu il. Və bu döyüşdən sonra Səfəvilər imperiyaya çevrilir. Cəlaliri dövlətinin varlığına son qoyulması 1410-cu ildir. Olmaz. 1410 Cəlaliri dövlətinin varlığına son qoyulması, Mərv döyüşü 1510, Cabanı 1500, Trabzon imperiyasının varlığına son qoyulması 1461, Venesiya ilə hərbi ittifaqı Bayandırlılar 1472, yəni Ağqoyunlar. A bəndidə olmur. Cavab burada D bəndidir. Növbəti sualımız Cabanı döyüşünün nəticəsi. Bu tez-tez qəbula düşən sualdır. Əziz şagirdlər, bu suala diqqət edin. Cabanı döyüşü 1500-cü ildə olub. Bu zaman hələ Səfəvilər dövlət deyildi. Şah İsmail da hələ taxta çıxmamışdı. Yəni şeyx olaraq Səfəvi ordeninə başçılıq edirdi. 1500-cü ildə döyüş Şirvanşahlarla Səfəvilər arasında olur. Bu zaman Fərrux Yasar öldürülür. Şirvanşahların xəzinəsinin bir hissəsi ələ keçirilir. Yəni Qızılbaş qoşunu qalib gəlir. Bunu hətta saxlayın. Ola bilər, düşə bilər ki, Qızılbaş qoşunu qalib gəlir, Şirvanşahların xəzinəsinin bir hissəsi ələ keçirilir. Hansı döyüşün nəticəsi? Cavab Cabanı döyüşü olacaq. Deməli, növbəti sualımız
1501-ci ildə Qızılbaş qoşunlarının Bakıya hücumunun nəticəsi, təbii ki, Bakı tutulur. Deməli, Bakı tutulur. Şirvanşahların xəzinəsi Qızılbaşların əlinə keçir. Cavab A bəndidir. Növbəti sualımıza baxırıq. 16-cı əsrdə Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi yekun vuruldu. Ümumiyyətlə, Səfəvi-Osmanlı müharibələrinin mərhələlərini bilmək lazımdır. Mən sizin üçün qeyd edirəm. Birinci mərhələ 1514-55-ə kimi. İkinci mərhələ 1578-1590. Üçüncü mərhələ 1603-1612. Dördüncü mərhələ 1616-18. Beşinci mərhələ 1635-dən 39-a kimi. Yadda saxlayarsınız. Bu mərhələləri yadda saxlayın, çünki vacib. Bizə lazımdır ikinci mərhələ, yəni 78-90-cı il. Bu dövr başlayır. Məhəmməd Xanəbəndənin dövrü. Müharibəni bitirir Şah 1-ci Abbas. Hansı müqavilə ilə? İstanbul müqaviləsi ilə. Burada qeyd edeyim sizin üçün, yadınızda saxlayın. Yassı müqaviləsi 1791-dir. İstanbul 1590-dır. Hər bunun qarşısında 1-2 yoxdursa, elə birinci İstanbuldan söhbət gedir. Cavab elə 1590-dır. Beyvəndidir. Qəsr Şirin 1639. Mərənd 1618, Amasya 1555. Yadda saxlayarsınız. Növbəti sualımız. 16-cı əsrdə Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsinə yekun vurmuş sülh müqaviləsi. Burada sizə qeyd edeyim ki, hansı mərhələ? Qəsr Şirin sonuncu mərhələni bitirir 1639-dan. Əfər ümumiyyətlə Səfəvi-Osmanlı müharibəsinə aidiyyəti yoxdur. Bayandurlu dövlətini iki hissəyə böldür 1500-cü il. Amasya sülhü birinci mərhələni başa çatdırır 1555. Bu müqaviləni birinci Şah Təhmasib imzalayır. Və nəticədə yadda saxlayırsınız, Süleymanla, Osmanlı Sultanı Süleymanla Səfəvi hökmdarı Təhmasib arasında imzalanır və bu birinci mərhələdə demək olar ki, Osmanlılar tərəfindən ələ keçirilmiş bütün torpaqlar, demək bütünlüklə ölkədən Osmanlı qüvvələri çıxarıldı və Şah 1-ci Təhmasibin dövründə bunu xüsusi qeyd kimi yadda saxlayın, ölkənin ərazi bütövlüyü qorunub saxlandı. Mərənd sülhü isə yadda saxlayırsınız, 4-cü mərhələni başa çatdırır, 1-ci İstanbul isə 2-ci mərhələni. Bizdən isə 1-ci mərhələni istədiyi üçün E bəndidir. Alma bulağı döyüşü 1503 və Səfəvilər qalib gələcək, Bayandurluların ikinci qolu süqut eləyəcək. Bununla da Səfəvilər qalib gələrək Ağqoyun dövlətinin varlığından son qoyulur. Cavab C bəndidir. Növbəti sualımıza baxırıq. Deməli, uyğundur. Baxaq. Növbəti sualımız belədir. İsmailin başçılıq etdiyi Qızılbaş qoşunları 1500 və 1501-ci il hərbi yürüşlərinin nəticəsində buna diqqət eləmək lazımdır. Deməli, Sultan Murad xeyr, Şirvan, Dərbənd, Kiçik Asiya ələ keçirildi və İsmail Şah elan edildi. Evet, İsmail Şah elan edildi. Səfəvi Osmanlı tərəfindən məğlubiyyətə uğradıldı və Təbriz itirildi. Xeyr. Səfəvi dövləti əsası qoyuldu və İsmail Şah elan edildi. Bu yürüşlərin nəticəsindən istəyirsə 1500 və 1501-ci ildə. Deməli, paytaxt Təbriz olan Səfəvi dövlətinin əsası qoyuldu və İsmail Şah elan edildi. Cavab belə bəndidir. Səfəvi dövlətinin adı buraxılmış hökmdarını müəyyən edin. 1-ci İsmail, 1-ci Təhmasib, 2-ci İsmail, 2-ci İsmaildan sonra Məhəmməd Xudavəndə, ondan sonra Şah 1-ci Abbas gəlir. Cavab E bəndidir. Sonra
Bunu belirleyək. Əziz şagirdlər, bizim izahlarımızı bəyənirsinizsə, zəhmət olmasa paylaşın, bəyənin, dəstək olun. Növbəti mərhələlərdə bütün dərslərin ardıcıl video izahlarını paylaşacağıq. Keçirik 13-cü suala. 13-cü sual belədir. 16-cı əsrdə müstəqilliyinə son qoyulmuş ərazisi Səfəvi dövlətinə birləşdirilmişdir. 16-cı əsrdə son qoyulmuş dövlət 1538 Şirvanşahlardır. Teymurilərin varlığına 1507-də son qoyulur. Bunu Şeybaniləridir. Olmaz. Şəddadilər bilirsiniz ki, ümumiyyətlə deməli 11-ci əsrdə varlığına son qoyulur. 1088, Rəvvadilər 1065-dir. Cəlalilər isə 1410-dur. Deməli cavab D bəndidir. 16-cı əsrdə Şəki hakimliyini ləğv edərək öz ərazilərində birləşdirir. Bu bildiyiniz kimi Səfəvilərdir və bununla da Azərbaycan tamamilə vahid bir dövlətin ərazisində birləşdirilir. Yəni Səfəvi dövlətinin tərkibində birləşdirilir. 16-cı əsrdə Səfəvi dövlətində Qorçubaşı xüsusi hərbi dəstələrə başçılıq edən Azərbaycan yarımköçəri tayfalardan toplanmış Çəlik adlanan xüsusi dəstənin başçısı E bəndidir. Deməli belə. Növbəti sualımıza baxırıq. Əfəndilər, 1538-ci ildə Səfəvilərin Şirvana yürüşünün nəticəsi nə olacaq? Baxalım. Şirvanşahlar dövlətinin müstəqilliyi qoyuldu. Son qoyuldu. Bəli, müstəqilliyinə son qoyulur. Cavab elə C bəndidir və Azərbaycanın vahid halda birləşdirilməsinin ilk addımı atılmış oldu. Bu zaman Səfəvi hökmdarı 1-ci Təhmasibdir. Cavab C bəndidir. Çaldıran və 1585 Sufyan vuruşmalarında Osmanlılar qalib gəlir. Səfəvilər məğlub olur. Cavab E bəndidir. Azərbaycanda Elxanilər dövlətinin tətbiq etdiyi, Səfəvi dövlətini isə ləğv etdiyi vergi. Bu təbii ki tamğadır 1565. Bu 1-ci Təhmasib tərəfindən ləğv edilir və bundan sonra şəhər həyatında canlanma baş verir. Yəni sənətkar və tacirlərdən vergi alınması, tamğa vergisinin alınması ləğv edildikdən sonra daha çox sənətkarlıq və ticarət sahəsinin inkişafı baş verir. Təbii ki, şəhər əhalisisi də əsasən sənətkarlıq və ticarətlə məşğul olduğu üçün onların həyatına və rifahına müsbət təsir göstərmişdir. Bunu hətta saxlayın, bu digər formalarda düşür qəbula. Şah 1-ci Təhmasibin dövründə Azərbaycanda sənətkarlıq və ticarəti inkişaf etdirmək məqsədilə görürsünüz. Artıq burada görürsən. Tamğadır bu. A bəndidir. Cavab A bəndidir. İndi mən sizin üçün bunu biraz geniş izah edeyim ki, faydası olsun da. Tak ki, baxaq. İndi bura baxaq. Görək vergilərə diqqət edəyəm. Misal üçün. Bax, 18-ci suala qayda. Qapıçur Monqollar dövründədir. Xərac Ərəblər dövründə məhsula görədir. Qapıçur maldarlardan əvvəlcə alınan vergi idi, sonra sənətkarlardan alınmışdı. Cizyə bilirsiniz, müsəlman olmayan və orduda xidmət etməyənlərdən alınırdı. Deməli, malcəhət məhsul vergisi idi. Bildi cavab burada E bəndidir. Tamğa sənətkarlarına alınırdı. 19-a bir daha baxsaq, tamğa ləğv edilmişdi. Cavab A bəndidir. Gəl baxaq. Bəhrə sənətkardan alınmırdı. Sudan istifadəyə görə alınırdı. Xərac məhsul vergisidir. Cizyə can vergisi olaraq, yəni müsəlman olmayan və orduda xidmət etməyəndən alınırdı. Yəni müsəlman olmaya bilərsən. Orduda xidmət etsən, bu vergidən azad edin. Həm orduda xidmət etmirsən, həm də müsəlman deyilsənsə, deməli bu vergini verməlisən. Cavabı hətta saxlayırsınız. Burada A bəndidir. Yəni bilməlisiniz. Bunu nizamlayaq. Aha. Malcəhət isə məhsul vergisi idi. Hətta saxlayın. Beləyək. Əfəndilər, növbəti sualımız 20-ci sualdır. Səfəvilərin hakimiyyəti dövründə sənətkarlığın və ticarətin inkişafına təkan verən başlıca tədbir. Görürsünüz,
Bir sualı bir neçə dəfə fərqli formada qoyublar. Bu nədir? Baxalım. Tamğa vergisinin ləğvidir. Yəni sənətkar 16-cı əsrdə və yaxud da yaza bilərlər ki, 16-cı əsrin ikinci yarısında Səfəvilərdə şəhər həyatının inkişafına təsir edən amil və yaxud da bunlarda qeyd etdiyi kimi sənətkarlıq və ticarətin inkişafına təkan verən başlıca tədbir hamısı tamğa vergisinin ləğvidir. Cabanın mərv çıldır döyüşləri hamısı aiddir Səfəvilərə. Bax, burada niyə Səfəvilər dövləti yazmayıb? Cabanın döyüşündə Səfəvilər idi, dövlət deyildi. Mərv döyüşündə dövlətdir, çıldır döyüşündə dövlətdir. Yazıb Səfəvilər. Başa düşdünüz? Səfəvi dövləti yazsaydı olmazdı. Səfəvilər deyirsə devam bebəndi. Yəni Osmanlı imperiyası ilə müharibə aparmış dövlətlər. Rəvadi Osmanlını görmür, Erlənilər də görmür. Yəni Osmanlı dövləti əvvəlki kitablarda 1299, yəni tarix ədəbiyyatda daha çox belə yerilir, amma yeni kitablarda 1302 yazır. Gəlin baxın, Rəvadilər süqut eləyib deməli 1065, yəni 11-ci əsrdir. Osmanlının yaranması isə 14-cü əsr. Erlənilər süqut edib 1225, 13-cü əsrdir. Bu da olmaz. Yəni 1-dir. Olmur, 4 olmur. Ağqoyunlu müharibə aparıb. Yəni Bayandurlu Həsən padşahın dövründə 2 var. Səfəvilər də müharibə aparıb. 2, 3. Cavab bəndidir. 5 də olmaz. 5 də müharibə aparmamışdır. Ağqoyunlu dövləti ilə müharibə aparmış dövlətlər. Osmanlı aparıb. Şəddadilərin vaxtında Ağqoyunlu yox idi. Ağqoyunlu vaxtında Şəddadi həmçinin. Səfəvilər aparıb 1-5. Bəli. Lakinlər getdi. Növbəti suala baxırıq. 24-cü sual. Deməli, 24-cü suallar nə qeyd olunur? Ağqoyunlu dövlətinin varlığına tamamilə son qoyulur 1503 Alma bulağı döyüşüdür. Hansı variantda? Doğru. C bəndidir. Yəni izaha ehtiyacı yoxdur, əlavə ona görə konkret cavab var burada. Səfəvilərin 1551-ci ildə Şəki üzərinə hücumunun nəticəsi. Səfəvi qoşunları qalib gəlsə də, xeyr. Şəkinin müstəqillinə son qoyuldu, Şəki vilayəti Səfəvi dövlətinə birləşdirildi. Cavab B bəndidir. Növbəti sualımız. Deməli, 26-cı suala baxırıq. Əslində testlər çox rahatdır. İlkin vərdişləri formalaşdırıb, sonra isə çətin testləri inşallah işləyəcəyik. 16-cı əsrdə Səfəvi dövlətində Çəlik adlanan hərbi dəstələrə rəhbərlik edirdi Qorçubaşı. Cavab A bəndidir. Yəni istəsəniz bunu seçin. Peki istəyirsiniz, izah edeyim. Kələntər kimdir? Kələntər şəhəri idarə edən şəxsdir. Naib mahalı idarə edən şəxsdir. Darğa asayişi şəhərdə qoruyan şəxsdir. Qazı məhkəmələrə başçılıq edirdi. Qorçubaşı isə nədir? Çəlik adlanan dəstələrə rəhbərlik edirdi. Səfəvi dövlətinin adı buraxılan hökmdarını müəyyən edən şah 1-ci İsmayıl, 1-ci Təhmasib, Əvəndi. Gördüyünüz kimi bu hardacılığı öyrənin. Soyqal Tiyulun fərqi. Soyqalla Tiyulun fərqi. Soyqal irsən keçmirdi. Tiyul isə şahın fərmanı ilə irsən keçə bilərdi. Yəni soyqal irsən keçirdi, Tiyul isə şahın fərmanı ilə irsən keçə bilərdi. Ona görə buna diqqət edin. Əvvəlki illərdə bu sual çox düşüb. Soyqal Səfəvilər, Tiyul isə Monqollar tərəfindən. Xeyr. Soyqal Qaraqoyunlu Ağqoyunlu dövləti dövründə Tiyul Səfəvilər dönüb vermişdi. Bu doğru variantdır. Baxa bilərik. Soyqal xidmətə görə, hər ikisi xidmətə görə verilirdi. Soyqaldan fərqlə Tiyul irsən keçirdi. Xeyr. Abi götürdüyü gəlirin hissəsini əslində götürdüyü gəlirin vergi kimi vermirdi. Yəni vergi toxunulmazlığı var idi. Soyqalın sahibi, yəni həm götürdüyü torpağa ömürlük sahib olurdu. Yəni nəsildən nəsil ötürə bilirdi. Həmçində vergidən azad idi. Amma cavab D bəndidir. Soyqal Qaraqoyunlu Ağqoyunlu dövründə verilmişdi. Tiyul isə Səfəvilər dövründə. Tiyul şahın fərmanı ilə irsən keçərdi. Soyqal zaten verildiyi gündən irsən keçirdi onsuz da. Soyqalla Tiyulun fərqi.
Aha. Soyqal tiyulun fərqi. Soyqal vergi, tiyul isə xeyr. Hər ikisi torpaq mülkiyyət formasıdır. Soyqal irsən keçmirdi, yanlışdır. Soyqal 16-cı əsrdə, 15-ci əsrdədir. Soyqal mülki xidmətə görə yox, hərbi xidmətə görə idi. Soyqal 15-ci əsrdə, tiyul isə 16-cı əsrdə. Görürsüz? Bir sualdan bir neçə fərqli yanaşma ilə sual qoymaq olur. Hər tərəfli öyrənin, zəhmət olmasa. Səfəvi Teymuri dövlətinin tarixinə aid oxşardır. Qızıl Ordu ilə müharibə, Səfəvilər dövründə xeyr. Şeybanilərlə sülh müqaviləsi imzalanması, xeyr. Eyni əsrdə süqut etməsi, eyni əsrdə Səfəvilər 16-cı əsrdə yaranıb, Teymurilər 16-cı əsrdə süqut edib, xeyr. Osmanlılarla müharibə aparıb, cavab D bəndidir. Paytaxt Təbriz olması, xeyr. Səlahilərlə Hüllakilər Bayandurlu sülaləsinin uyğun olaraq əvəz etmişdi. Səlahiləri əvəz etmişdi Rəvvadilər. Hüllakiləri əvəz etmişdi Cəlalilər. Bayandurluları əvəz etmişdi Səfəvilər. Deməli 2, 3, 5 bəndidir. Azərbaycan ərazisini vahid dövlətdə birləşdirmişlər. Birləşdirənlər sadəcə Salari, Səfəvilərdir. Bunu yadda saxlayın, bu düşə bilər. Da saxlamalı sualdır. Deməli 2, 4, 5 deməli cənub ərazilərində yaranmış dövlətlər. Sacilər cənubdadır, Səlarilər cənubdadır, Səfəvilər cənubdadır. Şəddadilərlə Şirvanşahlar şimaldadır. 1, 2, 3. Cavab. 1501-ci ilin payızında İsmail Səfəvi Təbrizə daxil olaraq özünü şah elan edir. Deməli 1501-in yazında qızılbaşlar başını tutmalı. Görək burada harda var o variant. Şirvandan çox mühüm strateji məntəqə və ticarət mərkəzi olan Şamaxını tutdular. Gürcistan qalasını ələ keçirdilər. Müqavimətə rast gəlsələr də Bakını tutub Şirvanşahlar xəzinəsini ələ keçirirlər. Cavab burada E bəndidir. 1590-cı ildə Şah 1-ci Abbasın inzibati dəyişiklik edərək nə edir? Buna baxaq. Azərbaycan bəyliyi yaradır. Azərbaycan bəyliyi yaratmış tarix 2 şəxsiyyət var. Birinci Təhmasib, sonra isə Nadir Şahdır. Deməli, cavab E bəndidir. Səfəvi Osmanlı müharibəsinə aid döyüşləri tamamlayan Niyazabad. Sınıq körpü döyüşü var. Cabanlı döyüşü xeyr. Səfəvi Şirvanşahlardır. Sufyanlı cavab D bəndidir. Oturbeli Bayandurlu Osmanlılardır. Mərv Şeybani Səfəvilərdir. Muş döyüşü Baharlı Bayandurludur. Yəni cavab D bəndidir. Səfəvi Osmanlı müharibəsinin aid döyüşləri tamamlayan Çaldıran döyüşü, Cıldır döyüşü. Bir də baxırıq Niyazabad döyüşü. Niyazabad. Amma digərləri yəni ki bilirsə artıq demişəm. Deməli, növbəti sual. Gəlin. Neçənci suala baxırıq? 39-cu suala baxırıq. Şah 1-ci Abbasdan fərqli olaraq Şah 2-ci Abbasın hakimiyyəti dövründə Səfəvi dövləti Şeybaniləri Xorasandan çıxartmışdır. Çıxardan Abbasdır. İkinci Təhmasib deyil. İngiltərə isə müqavilə imzalamışdı İngiltərə ilə. Müqavilə imzalayan 1-ci Abbasdır 1621-də. Rus qoşunlar hücumlarına məruz qalmışdır. Bəli, D-bəndidir cavab. Osmanlı qoşunların hücumlarına məruz qalmışdı hər ikisi. Mərkəzləşdirilmiş dövlətdə xeyr. Şah 1-ci Abbasın hərbi inzibati islahat keçirməkdə məqsədi itirilmiş torpaqları geri qaytarmaq olmalıdır. Baxın, Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq, sarsılmış qüdrətini bərpa etmək. Konkret cavabdır bu. 16-cı əsrin sonunda, bax, Şah 1-ci Abbas 1587-də taxta çıxır və onun qarşısında xarici siyasətdə 3 məsələ dururdu. Həmin məsələni, yəni həmin 3 məsələni həyata keçirmək üçün hərbi inzibati islahat keçirir. Diqqət edirik. Yəni o 3 məsələ nədir? Osmanlıların tərəfindən tutulmuş torpağı geri qaytarmaq, Xorasanı geri qaytarmaq, bir də Hürmüzü Portuqallardan geri almaq idi. Bunun üçün də lazımdır güclü ordu, ona görə islahatı keçirdi.
Şah 1-ci Abbasın hakimiyyət illərində ləğv edildi. Baxaq, görək nə ləğv edilən. Şəki hakimliyi Təhmasibin dövründədir. Mərkəzi Gəncə olan Qarabağ bəyliyə vəliyə xeyr. Qızılbaşların tək başına silah gəzdirmək hüquqları. Yəni cavab cəbəndi. Əslində İbəndi Şah 1-ci Abbasın dövründə təşkil edildi. Hökumətə cəlb olunması həm qızılbaşlılar, həm Şah 1-ci Abbas və ondan sonra da demiş orduya cəlb olunurdu. Abbasın hakimiyyəti illərinə aiddir. Qızılbaşlar tək başına silah gəzdirmək hüququnun verilməsi xeyr. Bundan başqa bütün tayfalar silah gəzdirə bilərdi, yəni orduya çağırılırdı. Azərbaycan tayfalarının əmirlərdən ibarət Ali Məclisin fəaliyyətə başlaması xeyr. Dövlətin qalan ərazilərində Azərbaycan bəylərbəyliyi yaradılması, yəni demək olar ki, Səfəvilər çox böyük bir ərazini itirmişdi və məcbur qalır ki, 1-ci İstanbul sülhünü imzalasın. İmzalamadan məqsəd o idi ki, mövcud ərazini əllərində saxlasın, dövlətin qüdrətini yenidən bərpa etsin və nəsin? Ordunu gücləndirsin. Ordunu gücləndirdən sonra başladı Osmanlılara qarşı tədbir görməyə. Deməli, növbəti sual. 1590-cı il İstanbul müqaviləsinin nəticəsində baxaq. İstanbul müqaviləsi nəticəsində nə olur? Qaradağ, Ərdəbil, Xalxal, Lənkəran əraziləri Səfəvlərə qalır və bu ərazilər birləşdirilərək Azərbaycan bəyliyi yaradılır 1593-cü ildə. Cavab Abəndidir. Şah 1-ci İsmayılı Avropa ölkələrinə münasibətdə Uzun Həsənlə birləşdirən mücahidləri öz ordusunu silahla təchiz etmək üçün əlaqə yaradırdı. Məhəmməd Cahan Pəhləvan Şah 1-ci Təhmasib və 1-ci Abbas fəaliyyəti üçün oxşar cəhətlə ola bilər. Dövlətin paytaxtı. Bax, ilk cəlb edən bax bu variantdır. Elə cavab da elə o olacaq. Çünki niyəsini deyirəm. Məhəmməd Cahan Pəhləvan paytaxtı Naxçıvandan Həmədana köçürür. Həmədan. Təhmasib, 1-ci Təhmasib Qəzvinə köçürür. Yəni Təbrizdən Qəzvinə. Abbas da Qəzvindən İsfahana köçürür. Bildiniz? Ona görə cavab elə nə olacaq? Abəndi olacaq. Cavab Abəndidir. 16-cı əsrin sonlarında xarici siyasətdə 3 amili var idi. Yəni aid olmayan hansı olacağını tapmalıyıq. Osmanlıların işğal etdiyi torpaqları geri qaytarmaq başlıca məqsədlərdən biri budur. Deməli bu var. Bizə isə aid olmayan lazımdır. Xorasanı geri qaytarmaq da var. İran körfəzində Portuqallardan geri almaq var. Hindistana Hind okeanına çıxışı bərpa etmək. Yəni İran körfəzində Portuqallardan geri alırsa, Hind okeanına çıxış əldə edirlər. Cavab C bəndidir. Ruslar o vaxtı o qədər də güclü deyildi ki, gəlib Səfəvlərə meydan oxusunlar. Torpaq sahibliyi formalarının variantını müəyyən edin. Baxaq. İqta Qaraqoyun. Xeyr. Qaraqoyunlarda olub, yəni 2 olmaz. Nə? Soyqal. Nəysə. Tiyul. Albaniyada olub Xostak. 3 olmaz. Tiyul Səfəvlərdə olub, Eldəzlərdə olub İqta. 1 var. Deməli 1. Baba yoxsa bu 1 gəlir bura. Eldəzlərdə İqtadır. Albaniyada Xostakdır. Yəni 1 və 6-dır cavab. 1 və 6 hardadır? Ebəndindədir. Növbəti sualımız. Şərur və Almabulağı döyüşlərinin oxşar nəticələri. Şərur və Almabulağı döyüşünün oxşar nəticəsi. Şirvanşahlar məğlub olması. Xeyr. Şərur döyüşü olub Bayandurlarla, Almabulağı da Bayandurlarla olub. Səfəvi Ağqoyunlu məğlub etmək. Səfəvilərin Ağqoyunlu məğlub etməsi cavab bəyəndidir. Şərur döyüşü 1501 birinci qol məğlub edilir. Almabulağı 1503 ikinci qol. Bununla da Bayandurlu dövlətinin varlığına son qoymuş olur. Cavab bəyəndidir. Qaraqoyunlu Səfəvi dövlətinin tarixinə aid oxşar cəhət. Yəni həm Qaraqoyunlu üçün, həm də Səfəvi üçün. Fəqir torpaq sahibinin bəlim. Yəni
Vəqif torpaq sahibliyi həm Baharların dövründə, həm də Səfəvilərin dövründə, hətta bəli, Bayandurların dövründə Vəqif torpaq sahibliyindən istifadə olunmuşdur. Yəni əgər yazsa ki, Qaraqoyunlu, Baharlı və yaxud da Bayandurlu Səfəvi dövlətinin tarixinə oxşar cəhətdirsə, Vəqifi götürə bilərsiniz. Qaraqoyunlu Səfəvi dövlətlərinin tarixinə aid oxşar cəhət. Mülk torpaq sahibliyi də bəli. Yəni istifadə olunurdu. Cavab A bəndidir. Torpaq sahibliyi formalarını məntiqi uyğunluğunu tamamlayın. Məntiqi uyğunluğunu. Bu iqta şərt müqabilində verilib. Sorğal şərtdirsə, bizə lazım şərti torpaq mülkiyyət forması D bəndidir cavab. Cavab D bəndidir. Növbəti sual, maraqlı sualdır. Xostak şərt müqabilində, Sasanilərdədir. Uc şərt müqabilində, Səlcuqlardadır. Deməli, biz növbəti şərt torpaq mülkiyyəti forması T oldu Səfəvilər dövründə. Çaldıran və Sufyan döyüşlərinə aid ümumi cəhət Osmanlıların məğlub olması xeyr, Səfəvlərin qalib gəlməsi xeyr. Səfəvilər Osmanlı arasında olur, Osmanlılar qalib gəlir. Cavab C bəndidir. Çıldır Molla Həsənli döyüşlərinə aid ümumi cəhət. Birində Çıldırda Osmanlılar qalib gəlir. Molla Həsənində isə Səfəvilər. Deməli, nə olacaq? Şah 1-ci Abbasın hakimiyyəti dövründə xeyr, Məhəmməd Xudavəndənin dövründədir. Osmanlıların məğlubiyyəti başa çatması xeyr, yəni Çıldırda qalib. Səfəvlərin qələbəsi ilə başa çatması xeyr, Şah Məhəmməd Xudavəndin hakimiyyəti illərində baş verməsi. Cavab B bəndidir. Deməli, növbəti sualımız nə olacaq? Hülaki Qazan xanın və Səfəvi 1-ci Abbasın islahatı nəticəsində görək nə baş verəcək. Yeni ölçü çəki pul sisteminin keçirilməsi. Bu Qazan xan da var. Abbas dövründə yoxdur. İtilmiş torpaqlar geri qaytarılması və hakim sülalənin mövqeyinin gücləndirilməsi. Qazan xanda itilmiş torpaq yoxdur deyə ona görə götürmürük. Dövlət hakimiyyətinin möhkəmləndirilməsi. Doğrudur, cavab C bəndidir. Digər variantlar heç əhəmiyyəti yoxdur baxmağa. Şah 1-ci İsmailin hakimiyyəti illərinə aiddir. Deməli, Şah 1-ci İsmailin hakimiyyəti illərinə aiddir. Daimi nizami ordunun yaradılması xeyr. Erzincan müşavirəsinin keçirilməsi, qoşunların tayfa müxtəlifəsinin təşkil olunması. Bax, bu D bəndi 1-ci Abbasın dövründədir. Əlaqələrin yaradılması 1510-cu ildir. Bu var. E bəndi var. Cavab E bəndidir. Sabahın döyüşündə şah deyildi. Erzincan müşavirəsini bu keçirməyib. Osmanlılardadır. Daimi nizami orduda xeyr. Şah İsmailin hakimiyyəti illərinə aiddir. Şeybani xan tərəfindən xeyr, əksinə Şah İsmail məğlub edildi. Sabahın döyüşündə şah deyil. Sultan Süleyman Azərbaycanın birinci yürüşü, bu var. Xeyr. Bir dəqiqə, birinci yürüş 35-də zaman yoxdur, olmaz. Amudəryadan Fərhad çayına qədər ərazilər Səfəvi dövləti. Bu bir neçə dəfə qəbula düşüb, bu sualı yadda saxlayın. D bəndə cavab Mərv döyüşü ilə 1510-da Amudəryadan Fərhad çayına qədər olan ərazilər Səfəviləri birləşdirməklə Səfəvi imperiyası yaranır. Cavab D bəndidir. Səfəvi dövlətinin 16-cı əsrin 70-ci illər tarixinə 1578-ə aid olan torpaq sahibinin yaranması dövlət yaranın yaranmışdır. Çıldır döyüşündə Osmanlıların məğlub olması xeyr, Çıldır döyüşündə Osmanlılar qalib gəlir. Şah 2-ci İsmail tərəfindən idarə edilməyə başlanması. Cavab bax budur. C bəndidir. Deməli, tamğa vergisinin ləğv edilməsi 68-dir. Olmaz. Hərbi və mülki hakimiyyətin Amir ərəblər dövründədir, ona görə olmaz. Cavab C bəndidir. Səfəvilər 16-cı əsrin deməli 70-ci illər tarixinə aiddir. Şeybani xanla müharibə xeyr. Deməli Venesiya ilə ittifaq, torpaq sahibinin ləğv edilməsi, torpaq sahibi hesab edin.
Deməli, baxaq. 60-cı sual. 16-cı əsrin 70-ci, yəni 1578. Xorasanın yenidən 1599-dur, olmaz. Şirvan ərazisinin Osmanlı qoşunları tərəfindən tutulması, bax deyibəndidir. Çıldır döyüşündən sonra tuturlar. Aha, deməli, sonra uyğunluq gözlənilmişdir. Uyğunluq gözlənilmişdir. Azərbaycan ərazisi vilayət və sancaqlara bölünmüşdür Osmanlı hakimiyyəti dövründə. Doğrudur. O bəndidir. Aqon dövləti Aralıq dənizinə çıxış yolunu itirdi. Aha, deyil. Ərazisi 16-cı 3 qitəni əhatə edirdi. Bizans imperiyası, xeyr, o zaman Bizans yox idi. 1450-də süqut etmişdi. Almaniyada mərkəzləşmiş dövlət, xeyr. Konqist hərəkatı aiddir İspaniyada olmaz. Cavab bəndidir. Bu qədər əziz şagirdlər, növbəti hissəni də yaxın günlərdə YouTube səhifəmizdə yerləşdirəcəyik. Təşəkkür edirik izlədiyinizə görə. Bəyənib paylaşın, dəstək olun.